Qızıl alanların nəzərinə saxta qızıl məsələsi gündəmdədir. Bununla bağlı alıcılar narahatlıqlarını dilə gətirir. Bununla bağlı bir xəbərimiz olacaq. Qeyd eləyək ki, Milli AS rəsmi qurumdan bununla bağlı xüsusi açıqlama alıb. Amma bundan əvvəl satıcılara müraciət əsasında qızıllarda saxtakarlıq hallarının olub-olmaması ilə bağlı açıqlamaya qızıl satıcıları inkar eləyiblər. Lakin qeyd eləyək ki, onların sözlərinə görə qızılı alarkən onlara hər hansı bir sertifikat təqdim olunmur. Amma qızılların üstündəki problar zavod olduğu üçün onları dəyişmək mümkün deyil. Qanunvericiliyə əsasən pərakəndə satış obyektlərindən alınan qiymətli və yarım qiymətli metallardan və daşlardan hazırlanan zinət əşyaları geri qaytarılmır, eləcə də dəyişdirilmir. Ölkə başçısının 2025-ci il 12 fevral tarixli 327 nömrəli fərmanına əsasən bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi Antinisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılıb. Qeyd eləyək ki, qurumdan Milli AZ-a verilən açıqlamada bildirilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanuna uyğun olaraq 2026-cı ilin 1 yanvar tarixinədək bu sahədə yoxlamalar müvəqqəti olaraq dayandırılıb. Bu da saxta məhsul satışının qarşısının alınmasını çətinləşdirir. Eləcə də vətəndaşların hüquqlarının qorunmasında da boşluqlar yaradır. Qeyd eləyək ki, qızıl alarkən bu qeyd etdiyimiz məqamları diqqətə alaraq alsanız daha doğru olar.